görmə məhdudiyyətlidirlər, amma çox gözəl səsləri var. Bizim yaratdığımız layihəmizin yetirmələridirlər. Tanıyın bizi 2 istedad yarışmasının finalistləri olmuşdular. Fəqan və Fatimə bacı qardaşları birbaşa ifaları ilə edək. Nəhayət təşəkkür edirəm. Tamam, o zaman salamlasınlar tamaşaçıları. Fəqan və Fatimə, xoş gördük. Mən hər kəsi salamlayıram, axşamınız xeyir olsun. Qonaqları Vərəvan bəyi salamlayıram, Nahid bəyi salamlayıram. Bizi bura dəvət etdiyiniz üçün sizlərə dərin təşəkkürlərimizi bildiririk. Var olun, sağ olun. Çox təşəkkür edirəm. Fatimə, sən də salamla tamaşaçıları. Mən hər birini salamlayıram, hər birinizin bayramı mübarək olsun və Rəvan əminə sizə təşəkkür edirəm, çox sağ olun. Var olasınız. İfalarını eşdə, daha sonra daha ətraflı danışacağıq. Yaşasın Azərbaycan! Təşəkkür edirəm və Fəqan Fatimənin bu əyinlərində gördüyünüz gözəl geyimlərə görə mən əlləri qızıl olan nömrə 1 modeliyerimiz Hicran Əhmədovaya təşəkkürümüzü bildiririk. Biz də təşəkkür edirik, var olsun. Tam təmənnasız şəkildə Fəqan Fatimənin daim geyimlərini hazırlayır. Çox sağ olun Hicran xanım, gözəl qəlbiniz var olsun. Və istəyərdim ki, Zərfə xanım, bu missiyanı sizə tapşırım. Bilirəm ki, siz həmişə bu uşaqların yanında olmuşsunuz.
mükafatı siz təqdim edin və ürək sözlərinizi mərkəzə icazə verək. Zərifə xanım gəlsin. Mikrofonu götürün Zərifə xanım. Mən bu gözəl balaları təbrik edirəm. Onlara böyük uğurlar arzu edirəm gələcəkdə. Və vətənimizin onlara olan sevgisi və uşaqların belə vətən sevgisi ilə həvəsə gətirən, onları belə yolda bu uşaqlara təsir göstərən, yəni ana vətəni, ana torpağı sevmək ruhunda böyütməyə görə mən Rəva müəllim belə bir tədbirlər üçün də sizə çox təşəkkürümü bildirirəm. Mən bayaqdan baxıram uşaqların demək bu gənc yaşlarında artıq bunlar vətən ruhu ilə, vətən sevgisi ilə böyüyürlər. Yəni başqa çox musiqilər var, çox mahnılar var. Amma bayaqdan mən görürəm hamısı bayaqki qızımız da gözəl oxudu. Yəni hamısı vətən sevgisi ilə böyüyürlər. Və mən bu uşaqlara çox böyük uğurlar arzu edirəm. Var olasınız. Hər zaman belə qayğılı olsunlar Rəva müəllim. Yəni Amin biz burada oturan qonaqlar da, hamımız da bura biz gəlmişik. Bugün bax bu yeniyetmələrin qarşısına, onları alqışlamaq üçün, onları görmək üçün, onları əzizləmək üçün, əlbəttə bizim bu balalarımızın gələcəyi xoşbaxt olsun. Necə ki, indi xoşbaxt böyüyürlər. Çox xoşbaxt günlərlə böyüsünlər. Mən sizləri təbrik edirəm. Amin Sizdə olan inşallah. istedad gələcəkdə lap çox inkişaf edəcək. Və mən bilirəm ki, siz ölkəmizdə və ölkəmizdən də qıraqda tanınmış bizim İfaçılar olacaq, vətəndaşlarımız müğənnilər olacaqlar. və ifaçılarımız olacaqsınız. Və mən inanıram ki, biz sizlə fəxr edəcəyik. Sağ Amin olun. inşallah. Alqışlayaq. Təşəkkür edirəm. Zərifə xanım, var olasınız. Hə, götürdün Fatimə. Bunu da təqdim edək Fatimiyə. Bu isə Fatimə, o Fəqanındır, bu Fatimənindir. bu- O Fəqanın. bu Fəqan götür. Fəqan, gəl, tut bunu oğlum. Aha, Bu da gözəl. Bu da mənim Fatiməm. Bəli. Gözəl Fatimə. Hədiyyələrini də verək. Və onu da deyim ki, çox gözəlsin. İnşallah həyatın da özün kimi gözəl olur. Və bayaqlarım Zərifə xanım, pərdarxası Nahidə deyirəm ki, bunlar 3 il bundan əvvəl bizim yarışmamıza qatılanda balaca uşaqlar idi. Artıq boyları da uzanıb, artıq böyüyürlər və nə xoşdur ki, Saçları da öyle var, bizim Xəzər dənizimizə oxşuyur. Bəli. Belə dalğalı, gözəl. Bax bunun saçlarına bax, bax. Can. Nə gözəl. İlahi Pərverdigara baxın bunu Fatiməni adı da, özü də nə tər gözəl yaradıb. O həyatı da onun elə gözəl Amin olsun. inşallah. Qarşıda da həyatı boyu gözəllik ondan olsun. inşallah. Təşəkkür edirəm və növbəti ifaya vaxt varmı Qurban? O zaman